Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşlerim, hemsinin bizi dinleyen değerli Müslüman bacı ve kardeşlerimiz. İlk önce Allah Subhanahu ve Teala'dan dileyirəm ki, Allah Teala bizi o kəslərdən etsin ki, onlar haqqında Quran-ı Kərimdə buyurur ki, "Ellezine yestemi'unel qawle feyettebi'un ahsanah. Ulaikellezine hedahumullah ve ulaike hum ulul albab." Allah Teala buyurur ki, o kəslər ki, sözə qulaq asarlar və onun ən gözəlinə tabi olarlar. Onlar Allahın hidayət verdiyi kəslərdir. Həmçinin ağıllı adam olardı. Allah Teala bizi o kəslərdən etsin. Değerli kardeşlerim, elhamdülillah bizim əqidəmiz və mənhəcimiz bəllidir. Məlumdur ki, biz əqidədə də, mənhəcdə də sələfi. Elhamdülillah bu Allahın Subhanahu ve Teala'nın bizə verdiyi ən böyük nemətdir. Allah Teala bu ki, "İnned dine indallahil İslam." Allah katında qəbul olunan din İslam dinidir. Həmçinin Allah Teala başqa bir ayda buyurur ki, "وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ." Kim İslamdan başqa bir din axtarıb araşdırsa, qəbul etsə, o din ondan heç vaxt qəbul olunmaz. O kəs özü də qiyamət günü xüsrana uğrayanlardan olacaq. İslam deyəndə həqiqi əqidə və sağlam mənhəcdən gedir söhbət. Şükürlər olsun Allah'a ki, Allah Subhanahu ve Teala bunu bize nasip eləyib. Allah Teala buyurur ki, "وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ." Sizdə olan hər bir neymət Allah'tandır. Allah'ın bize verdiği en böyük neymət əqidəmiz, İslam, sağlam əqidə, sağlam mənhəc, xüsusən də batil əqidələrin, batil mənhəclərin, batil fikirlərin içində Allah Teala bunu bizə müvəffəq eləyib. Allah Teala buyurur ki, وَأَنَّ هَذَا صِرَاطِ مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ. Allah Teala buyurur ki, bu mənim doğru yolumdur. Ona da tabi olun. Başka yollara tabi olmayın. Ne üçün? Onlar sizi mənim yolumdan yayındırarlar. Sonra Allah Teala buyurur ki, "Zalikum vasakum bihi." Allah bununla size tövsiye edir, nəsihət eləyir. "La'allakum tettakun." Bəlkə Allah'tan qorxasınız. Allah'ın bizə əmridir, nəsihətidir ki, biz doğru yolda olaq, doğru yoldan azmayaq. Lakin biz elhamdülillah sələfi olduğumuz halda bəzi insanlar narahatlıq olar bürüyüb. Bəzi insanların narahatlığı bürüyüb ki, sələfilər belədir, sələfilər elədir, sələfilərdə içlərində bir xain bir niyyət var, sələfilərin sözləri parlaq olsa da arxasında xain bir niyyət var. Əslində isə kim sələfiləri tanıyırsa, bilir ki, sələfilərin gizlini də, aşkarı da ilk olaraq Allahla eynidir. Allah Teala buyurur ki, "Ya'lamu kha'inatal a'yun ve ma tukhfi's sudur." Allah gözlərin xain baxışını və kökslərin nələr saxladığını biləndir. Bizim üçün bu bəs eləyir. Biz salamat əqidəni, salamat mənhəci kiməsə görə yaşamırıq. İlk olaraq Allah'a görə yaşayırıq ki, Allah Subhanahu ve Teala bunu bizdən tələb eləyib. Allah Teala bunu bizdən istəyib ki, əqidəmiz və Allah'a tərəf gedən yolumuz, mənhəcimiz sağlam olsun. Bəzi insanlar görürsən sələfilərə böhtan atırlar ki, sələfilər əslində göründükləri kimi deyirlər, onlar xaindirlər, onların əlinə fürsət düşsə, dövlətə qarşı çıxarlar, hakimə qarşı çıxarlar, başçıya qarşı çıxıb, dərhal devirərlər və s. cəfəngiyatlar danışırlar. Sələfilər belə deyil. Elhamdülillah sələfilər heç vaxt xainlik eləməzlər. Əksinə sələfilər bu fikirlərlə mübarizə aparır. Sələfilər bu ayəni yaşayırlar. Nisa surəsi 59-cu ayə Allah Teala buyurur ki, "Ya eyyuhellezine amenu." Ey iman gətirənlər, "Atiullaha və atiur rasul və ulul emri minkum." Ey iman gətirənlər, Allaha və Rasuluna, özünüzdən olan əmr sahiblərinə itaət edindir Allah Teala. Sələflər bu ayəni başqa azğın firqələrdən fərqli olaraq sələfin, salih sələflərin fəhminə uyğun başa düşüblər. Burada özümüzdən olan əmr sahibləri, yəni Allahın bizdən seçib təyin elədiyi əmr sahibləri
Nə qədər ki, başçı müsəlmandırsa, özünü İslama nisbət eləyirsə, Allahın kitabını ən doğru kitab, Allahın hökmlərini ən doğru hökm sayırsa, müsəlmandır. Etiqad edir ki, o müsəlmandır. Sələfilər ona qarşı çıxmağı haram görüblər. Heç bir halda ona qarşı çıxmağı caiz görmüblər. Nə üçün ona qarşı çıxmağı? Hətta onun təyin elədiyi məmurlara qarşı belə çıxmağı icazəli görmürlər. Nə üçün? Çünki onlar haqqında danışmaq belə səbəbdir xuruca. Bu sələfilərin mənhəcidir. Bilməyənlər də bilsinlər, bilib, böhtan atanlar da əgər cavab verə bilsələr, Allaha cavab verəcəklər. Biz bilirik ki, cavab verə bilməyəcəklər. Əl-yevmə nəxtimu alə əfvahihim. Allah təala deyir ki, o gün onların ağzına möhür vuracaq. Bağlayacaq Allah Subhanahu taala böhtan atan ağızları, dilləri Allah təala bağlayacaq. Sələflər xain deyirlər, bəziləri kimi öz ölkələrində yaşayıb başqa ölkələrə xidmət eləməzlər. Sələfilər aşkarda tərifləyib gizlində xainlik eləməzlər. Kimlərsə narahat olub ki, sələflər mövzularına başlayanda, dərslərinə başlayanda, xütbələrə başlayanda, əvvəlində və ya sonunda başçı üçün dua eləyirlər. Sələfilər eləyirlər, bəli. Sələfilər, o kəslər ki, sələfidirlər. O kəslər ki, sağlam yerdən götürürlər. O kəslər ki, bütün bidət əhlinə qarşı, xavariclərə, təkvirçilərə, matrudilərə, sufilərə, rafizlərə, bütün firqələrə qarşı mübarizə aparırlar. O kəslərə qarşı mübarizə aparırlar ki, onlar vaxtı ikən Suriyada və o kimi yerlərdə cihad fətvaları verirlər. Lakin sələflər heç vaxt verməyib. Elə buna görə də sələfiləri ölümlə qorxuzublar, təhdid eləyiblər. Hətta bütün ölkəyə gizlin deyil ki, öldürməyə belə istəyiblər. Cəhd eləyiblər, lakin Allah Subhanahu taala müvəffəq eləməyib. Bütün bunlar onu göstərir ki, elə hədəfdə olan sələfilərdir. Sələflərdə xuruc yoxdur heç bir halda. Lakin sələfilərdən başqa bütün firqələrdə xuruc var. Dolayısıyla yollarla xuruc var. Hətta sələfilərdən danışıb onları pisləyən, özünü Quranla getdiyini iddia eləyən inkarçılarda da baxanda görürsən ki, xuruc var onlarda. Yoxdursa səndə xuruc, narahatçılıq başçıya və dövlətə qarşı qəlbində narahatçılıq yoxdursa, onda sən nə üçün başçı üçün dua olunanda narahat olursan. Bu elə göstərir ki, səndə var bu şey. Sələflərin sələfliyinin dəlilindəndir ki, onlar dua eləyirlər. Qəlblərinin təmizliyindəndir. İbnül Qayyim rahimehullah nə deyir? Deyir ki, insanın qəlbi qazan, dili də qaşıqdır. Nə danışırsa oradan çıxardır. Sənin qəlbində nifrət var. Sən oradan çıxardırsan, biz də buradan çıxardırıq. Bizdən dualar çıxır, səndən nifrət dolu kəlmələr çıxır. Lakin nə qədər böhtan atsan da yapışmayacaq. Çünki sən elə bir şey eləyirsən ki, yerdən dayanıb günəşə tüpürən kimi. Yəni, o heç vaxt çatmayacaq günəşə. Çünki günəş həmişə aydındır. Günəş həmişə aydındır, sənin tüpürcəyin o günəşə heç vaxt çatmayacaq. Sələflər başçısını müdafiə elədiklərinə görə, heç bir halda başçıya qarşı çıxmadıqlarına görə bütün batil firqələrdən təzyiq elə sələfilər görür. Sən sələfi kəlməsi bilirsən nədir əslində? Sələfi kəlməsinin lüğəti mənası əvvəlkilər, ötüb keçənlər, özündən əvvəlki, hətta 5 yaş böyüyə də görürsən ki, sələfi deyilir. Niyə görə? Məsələn, bir yaşlı, cavandan yaşlıdır da, yaşına görə, ondan çox dünyanı gördüyünə görə lüğəti mənada ona sələflər deyirlər. Lakin istilahı mənası nədir sələflərin? Quranı, sünnəti necə gəlib o cür yaşayan, nə azaltmayan, nə də çoxaltmayan. Yəni, salih sələflərin, Muhammed sallallahu aleyhi ve sellemin, sahabələrin, tabinlərin, ətbə tabinlərin və onlardan sonra gələn din imamlarının Quranı, sünnəti başa düşdüyü kimi başa düşənlərdir. Peyğəmbər sallallahu aleyhi ve sellemin bu kimi hədislərini yaşayanlardır, söymürlər. Sələflər başçıya söyməzlər, başçının qeybətini eləməzlər, başçıya qarşı çıxartmazlar, başçını alçaltmazlar. Hətta ayıbların görsələr də belə örtbasdır eləyərlər. Niyə görə? Çünki xeyir istəyirlər. Gizlində Allaha onsun dua eləyərlər. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem İmam Beyhəqi rahimahullahın Şu'abul İməndə rivayət elədiyi hədisdə, hansı ki hadisə İmam Albani rahimahullahdır ki, isnadı Huceyyir, isnadı keçərlidir hədisin. Buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem Lə təsubbu umara'əkum, başçılarınızı söyməyin. Bax, inkar elədiyiniz bu hədislərə görə sələfilər heç vaxt başçıya qarşı xəyanət eləməzlər.
Əlhəmdülillah bunu bilənlər bilir, bilməyənlərin də Allah Taala kör gözlərini və qəlblərini açsın ki, onlar da görsünlər. Sələfiləri hansısa təşkilatla bağlamaq, hansısa cəmaatla bağlamaq düzgün deyil və böhtandır. Sələfilər üçün fərqi yoxdur. Alimdir və ya cahildir. Əgər usula müxalifdirsə, sələfi onu tərk eləyəcək. Nəsiyyətdən, təhsirdən və müəyyən mərhələlərdən sonra. Fərqi yoxdur. Sələfi bugün hansı şeyxdən elm alırsa, hansı elm tələbəsindən elm alırsa, əgər o şeyx, o alim, o elm tələbəsi usula, o qızıl qaydaya müxalif olsa, sələfi ondan götürməyəcək. Hətta məsələn, bugün bizim sual verdiyimiz şeyxlər olsun, tələbələr olsun, alimlər olsun, sabah desələr ki, misal üçün, danışmaq olar başçıya qarşı, usula müxalif çıxmaq olar, heç vaxt çıxmayacaq. Nəyə görə? Sələfi şəxsə bağlı deyil. Sələfi Qurana, sünnətə bağlıdır. Sələfi birbaşa dəlillərə bağlıdır. Ona görə biz fərqi yoxdur sələfilər üçün. Danışanda dəlil tələb edirik. Qul hətu burhanakum in kuntum sadiqin. De ki, əgər doğru danışırsınızsa, onda dəlillərinizi gətirin. Bizim şüarımız budur. Fərqi yoxdur, şeyximizdir və yaxud da böyüyümüzdür, alimimizdir. Bizim üçün, sələflər üçün bunun fərqi yoxdur. Hansısa böyüyümüz və ya şeyximiz, tələbəmiz sizin dediklərinizə görə usula müxalif söz desə, sələfi onu heç vaxt götürməyəcək. Elə buna görə də, əlhəmdülillah, sələfilərə sələfi deyilir. Çünki sələfi qızıl qaydalara bağlıdır, usullara bağlıdır. Usul nəyə göstərir? Başçıya qarşı çıxmaq olmaz. Başçıya qarşı çıxmağı kim deyirsə desin, heç vaxt sözü götürülmür. Sələfilər müxaliflərdən çəkindirdiklərinə görə, onlardan təsir elədiklərinə görə fərqi yoxdur. Hətta vaxtı ikən bir yerdə olublar, bir səhvdə olublar, bir səhvdə namaz qılıblar, uzun illər çörək yiyiblər, 20 il, 30 il. Lakin müxalif olublarsa sələflər onlardan çəkiniblər. Niyə görə? Problem var. Adamların fikirləri, fətvaları ölkənin, əminamanlıq olan ölkənin xaosuna aparıb deyə nəsiyyət eləyiblər. Nəsiyyət eləyiblər, görürlər, qəbul eləmirlər, sonra kəsib atıblar ki, bütün bədən qanqren olmasın. Sələfilər budur. Sələfilərin yolu budur. Sən atdığın böhtanlar sələfilərə heç vaxt yapışmayacaq. Biz sənə deyə bilərik əslində. Biz sənə meydan oxuya bilərik ki, sən elə adamlarla oturmusan, durmusan, elə adamlardan müsahibələr almısan ki, onlar dövlətə xəyanət ediblər, sən onları tərifləmirsən. Heç vaxt da tövbəvi görməmişik. Bir dənə sələfidən əqidəsi sağlam, mənhəci sağlam sələfidən gətirə bilməzsən ki, nə vaxtsa müxaliflərlə üzbəüz gəlsinlər bir məclisdə. Heç onlara salam da vermirlər. Niyə görə? Çünki müxalifdirlər. Çünki başçıya qarşı çıxmağı görürlər. Mənhəzləri, mənhəz nədir? Yəni getdiyi yolları xarabdır. Və sələfilərə buna görə iş verən, sabun, şampun, satqın, maaşı işləyən deyirlər. Lakin sələfləri bu həvəsdən salmır. وَلَا تَهِنُوا وَلَا تَحْسَنُوا أَنْتُمُ الْأَعْلَوْنَ اِنْ كُنْتُمْ مُؤْمِنِينَ. Bu şuarlarla yaşır sələfilər. Kədərlənməyin, hüzünlənməyin, mömin olsaz, üstün siz olacaqsınız deyib yaşayırlar. Yəni, tənə eləyənlərin tənəsi, sən mənə bugün iş verən deyəcəksən, sən mənə bugün satqın deyəcəksən, sən mənə maaşı işləyən, fərq eləmir. Allah subhanahu və teala o mənə nə deyəcək? Bizim üçün budur. Hətta bu təzyiqlərə baxmayaraq sələflər sağa sola fikir vermirlər. Bu şeylərə və sələflərə ləqəblər qoyurlar. Amma sələflər deyirlər ki, yox, əsas usuldur. Əsas usuldur. Görsən, özün də bilirsən, özün də xəbərin var ki, vaxtı ikən Suriyada insanların qanlarının tökülməsinə fətva verənlərə qarşı mübarizə aparan sənin bugün böhtan atdığın sələflərdir ki, yenə də onlar öz yerlərində möhkəm dururlar, yenə də mübarizələr aparırlar. Vurduğun o kanaldır, hansı ki Ramazan ayında, ayın əvvəlindən ayın sonuna qədər orada insanlara tövhid, sünnət, ədəb, əxlaq, dövlətə xidmət, başçıya hörmət, onun üçün dua eləməyə dəvət edirlər. Sən narahat olmusan ki, orada kanalları var və yayılıblar hər yerdə. Niyə narahat olmusan? Yəni, orada bir dənə problem gətirib göstərə bilərsənmi? O saytda, o kanalda, o radioda nəsə bir müxalifət var. Bir dənə gətirə bilməzsən. Sənə meydan oxuyuruq, vallahi. Gətirə bilməzsən bir dənə şey. Ancaq iddialar eləyə bilərsən. Böhtanlar ata bilərsən. Dediyimiz kimi, onlar da günəşə çatmayacaq. Sələflər aydındır. Sələflərdə heç bir xəyanət yoxdur. Yenə altın cizə qeyd edilir ki, söhbət gedir sələfilərdən.
hər özünə sələfi deyib, Quran məxluqdur, sələfi deyil. Quran məxluqdur deyən sələfi deyil. Hər özünə sələfi deyib, insanlara dindən danışıb, biraz bəlkə boşa düşən kimi ölkəsini tərk edib, ölkəsinə qarşı çıxıb, başçıya qarşı insanları çıxardan sələfi deyil. Bunlar sələfi deyil. Sələfi o kəslərdir ki, hər bir halda İmam Əhməd kimi idilər, rahiməhullah kimi. İmam Əhmədi Quran məxluq məsələsinə görə şallaqlayırlar uzun illər, 3 dənə, 4 dənə hakim dəyişir. Heç bir halda vallahi qarşı çıxmır. Hətta bir kəlmə desəydi, ümmət arxasındaydı. Lakin demədi. Gəlib deyirlər ki, şeyx zindandaydı adam. Bir dənə fətva ver, 10 minlərlə insanlar sənin arxandadır. Devirək başçını, hamın canı qutarsın. Adam deyir ki, xeyr, əddimə, 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 qanlar görürəm, namusu, qiriyyəti pozulmuş qadınlar, kişilər görürəm, uçulmuş evlər görürəm, xaraba qalmış şəhərlər görürəm. Bugünkü sələflər İmam Əhməd kimi kişilərin arxasıca gedir. Hətta rahiməhullaha rivayətdə gəlir ki, o qədər şallaq vururdular ki, Quran məxluq məsələsində adamın belində necə deyirlər, şıramlar var idi. Hətta onu əməliyyat edən həkimlərdən biri deyir ki, mən İmam Əhmədin belini əməliyyat eləyəndə ət parçası qalmışdı onun yaralarından birinin içində, ağrı verirdi. O da deyirdi, qoy qalsın. Lakin mən dedim ki, şeyx gəl bunu bir dəfəliyə çıxardaq, canın dincəlsin. Mən deyir, ona əməliyyat elədim. Əməliyyatında deyir, zar zarıldayırdı, lakin deyirdi ki, Allah məni döydürən başçıya rəhm eləsin. Allah ona rəhmət eləsin. Allah onu bağışlasın. Bax, sələfi bulardır. Sələfi hər bir halında, bərkdə də, boşda da, yaxşılıqda da, pislikdə də, əminamanlıqda da, çətinlikdə də, hər bir halda başçıya qarşı çıxmağı icazəli görməyənlərdir. İndi sələfiləri gətirib FETÖ ilə, METÖ ilə tən tutmaq, tay eləmək, özün də bilirsən ki, gözünün içinə qədər yalandır, vallahi, böhtan atırsan, özün də bilirsən, sən Allahla tək qalmırsan, sən gecə yatanda başına yastığa qoymursan, sən evdə ailənin uşağınızı necə baxsan, böhtan atırsan sələfilərə. Ələm yə'ələm bi ennəllahə yara. Məyər o bilmirmi ki, Allah görür? Sən tanımırsan sələfləri, vaxtı ikən sələflərin içində olmamsan, sələflərin ətrafında fırlanıb, sələflərin məqalələrindən istifadə edən, sələflərdən yararlanan, bugün sələflərə qarşı ciddi mübarizə aparırsan, lakin alınmayacaq. Əlhamdülillah, narahatçılıq bürüyüb səni. Üçün narahatçılıqdan, necə deyərlər, darmadağın olur. Sələfləri tanıyırlar, əqidələrin və mənhəclərin bilirlər, etibar eləyirlər. Hətta mən sənə bir dənə müjdə verim. Hətta ibadət eləməyən insanlar belə bir-birlərinə deyirlər, gedin sələflərdən ticarət edin, çünki onlar xain deyirlər. Onlar malın xarabını da deyirlər. Səni aldatmazlar. Sənin pulun onlarda artıq qalsa, sənin adından sədəqə verəcəklər. Amma sən özündən danış. İnsanları dəvət edirsən hara? Qiriyyətsizliyə, namussuzluğa dəvət edirsən. İnsanlara nələr danışırsan? Deyirsən, bir insan homoseksual ola bilər, bir insan belə ola bilər, bir insan filan şey ola bilər. Bu nə deməkdir? Kişi ilə, qadın qadınla. Sələflər bərbad edir, yoxsa sən? İnsanların, qızlarının, oğlanlarının, əxlaqının, ədəbinin, qiriyyətinin, namusunun pozulmasına, sələfilərin çağırmasına bir dəlil gətirə bilərsən, heç vaxt gətirə bilməzsən. Çünki sələfilər həm dinə, həm də əxlaqa dəvəti. İnnəkə lə'alə xuluqin azim. Allah Teala deyir ki, Quran-ı Kərimdə Qələm surəsi 4-cü ayədə Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemə həqiqətən də sən əzəmətli əxlaq üzərindəsən. Sələfilər əxlaqla dəvət aparır. Lakin sən əxlaqsızlığa dəvət edirsən. Bugün biz baxırıq sosial şəbəkələrdə kişilərin, qadınların, anaların, valideynlərin göz yaşlarına, sənin kimi insanların verdiyi fətvalardır ki, insanlar, bugün cavan uşaqlar, qızlar deyirlər ki, mənim həyatımdır, özüm bilərəm, özüm seçmişəm. Kiminlə istəyirəm, gedirəm, kiminlə istəyirəm, gələm, hətta kiminlə nə istəyirəm, eləyirəm deyirlər. Valideynləri vallahi gözlərindən belə-belə yaşlar gətirirlər ki, evladlarımızı bugünə qoyanların Allah bəlasını versin. Sənin kimi insanlardır belə fətvaları verən. Lakin sələflərdən bir də belə şey görə bilməzsən. Bu dinnəndir, bu əxlaqdandır, ədalət danışırsan, rəhmət danışırsan, insanlara Allah qorxusu yoxdur deyirsən, budur əxlaqa dəvət, budur cavanların valideynlərinə hörmət, fətvalar verirsən, icazə verirsən ki, insan nə olsun, olsun, əsas odur əməli salih olsun. Belə din ola bilər.
Belə əxlaq ola bilər. Sən tövhidə dəvət edirsən, sən sünnətə dəvət edirsən, sünnəti inkar edirsən, sən Allaha dəvət edirsən, bir dənə ayə qoymamısan Quran-ı Kərimdə, ayələr hamısı dəyişdirirsən, özündən bir dənə əlavə Quran çıxartmısan. Allahın Quranı filankəsin Quranı, Allahın ayəsi filankəsin ayəsi. Sənə kimi dindar olar, İnsanları aldadırsan, vallahi dəyərli qardaşlar və bacılar, ölkəmizin əhli, xalqımız, millətimiz belə adamlara qulaq asmayın. Adamlar sizin evladlarınızın namusunu və qiriyyətini pozmağa dəvət edir. Əxlaqsızlığa dəvət edir. Təsəvvür et ki, adam deyir ki, bir qadın fahiş ola bilər, əsas əməli salih olsun. Adam deyir ki, bir kişi başqa kişi ilə ola bilər, əsas əməli salih olsun. Adam deyir ki, bir qadın başqa qadınla ola bilər, əsas əməli salih olsun. Baxın, belə dindar ola bilər. Hansı Quranla danışır? Allahın Quranda belə şey yoxdur. Tənzilun min Rabbil aləmin. Aləmlərin Rabbi olan Allahın kitabında belə bir şey yoxdur. Əslində Allahın kitabında nə var? Fahiş işlərə qarşı ciddi mübarizə var. Allah Teala Bəqərə surəsində buyurur ki: "Ya eyyuhan nasu, kulu mimma fil ardı halalan tayyiba və la tettabi'u xutuvatiş şeytan." Ey insanlar, yer üzərində halal şeylərdən yeyin. Və la tettabi'u xutuvatiş şeytan. Şeytanın addımlarıyla getməyin. İnnehu lekum aduvun mubin. Çünki o sizin açıq-aşkar düşməninizdir. İnnemə ya'murukum bis-su'i vel-fəhşai və en tequlu alallahi ma la ta'lemun. Bütün vəsiflər səndə var bu ayənin içində olanlar. Allah təala ki, şeytanın arxasınca getməyin. Niyə görə? Çünki şeytanın əməlindəndir ki, pisliyi, fahişliyi və Allahın adından bilmədiklərini insanlara danışmağa əmr eləyir. Bugün sən fahişliyə dəvət edirsən. İnsanları dəvət edirsən fahişliyə, asanlaşdırırsan günahları, içki məclisində oturmağın haram olmadığını deyirsən, musiqi haram deyil deyirsən, qadınlar açıq-saçıq, kediciklər kimi namaz qıla bilər deyirsən. Təsəvvür elə, şeyxindən geri qalmırsan. Bu da sənin dəvətin. Amma sələflərdə belə şey yoxdur. Sələflər əqidəyə, mənhəcə, başçıya itaətə, əminamanlığa, xaosun əleyhinədirlər. Hətta pisliyi görsələr də belə çəkilib kənarda Allaha dua eləyərlər. Nəsihəti belə aşkarda eləməyi qadağa eləyib sələflər. Heç bir halda başçıya aşkarda nəsihət eləyə bilməzsən. Əgər bir pislik görmüsənsə, keçib kənara səmimi bir müsəlman kimi Allahım onu islah et, onu doğru olana yönəlt, ona hidayət ver, onun ətrafını ona xeyri əmr eləyən insanlarla cəm elə deyərlər. Bir dəfə səndən görməmişik. Nə başçı üçün dua eləyəsən, nə ölkənin əminamanlığı üçün dua eləyəsən, nə məmurlar üçün dua eləyəsən, nə şəhidlər üçün dua eləyəsən, nə qazilər üçün kömək, heç vaxt. Lakin sələflərdə bütün bunların hər birisi var və bunu etiqad eləyirlər ki, sələflər ibadətdir, bununla Allaha yaxınlaşırlar və bunun savabını Allahdan umurlar. Və sənin kimi deyirlər sələflər ki, sən getdin məsələn, ümrə elədin, sənə nə verdilər ki? Cüməyə getdin, sənə nə verdilər ki? Sən mükafatı dərhal gözləyən adamsın. Dünyanı, pul, ancaq pul, varlıların pulundan danışırsan. Həcə gedib o qədər pulu xərcləməkdənsə, nə bilim, kasıblara 100 mindən yuxarı maşın sürürsən. Sat ver də kasıblara. Hə? Sat ver kasıblara, Cadillac'ı sat ver kasıblara, qoy xərcləsinlər. Apar ver yetimlər evinə, apar ver tələbələrə. 10 minlik bir dənə Opel Vectra sürəndə onda bilərsən. Sən göt tələbələrə canın yanır. Heç bir tələbəyə canın yanmır. Sadəcə sən adam toplayırsan ətrafı. Əslində o vəsf səndə var. Sən nə vaxtsa çıxa bilərsən. Amma sələflərdə elə şey yoxdur. Allahdan istəyir ki, Allah subhanahu wa ta'ala bütün sələfləri belə insanların şərindən qorusun. Umumən ölkəmizin hər birini Allah Teala cəmaatımıza hidayət versin. Allah Teala cəmaatımızın əxlaqını, ədəbini, tərbiyəsini qorusun belə insanların şərindən. Allah Teala valideynlərin evlatlarını qorusun. Allah Teala onların evlatlarını belə əxlaqsızlığa dəvət edənlərin dəvətindən qorusun. Allah Teala cəmaatımıza, xalqımıza, millətimizə Quranı, sünnəti doğru düzgün dəvət edib çatdıran şəxslər müvəffəq eləsin. Bütün xeyirlər Allahdandır. Xətalar bizim nəfsimizdən və şeytandandır. Əqulu mə səmi'tum və əstəğfirullaha li və ləkum və lisəl muslimin min kulli dəm fəstəğfiruhu innəhu huvəl-ğafurur rahim.